Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 36-cı il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin 20 yanvar şəhidlərinin və bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünyada inkişafına və nüfuzuna görə seçilən ölkələr sırasındadır. Prezident İlham Əliyev şəhidlərin xatirəsinin daim uca tutulmasına, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərir. Bildirilib ki, Prezidentin fərman və sərəncamları ilə 20 yanvar şəhidlərinin ailələri və əlilliyi olan şəxslər üçün effektiv sosial müdafiə sistemi yaradılıb. Şəhidlər xiyabanında və paytaxtın müxtəlif ərazilərində memorial abidələr ucaldılıb. Hər il yanvarın 20-sində saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Qeyd olunub ki, 20 yanvar hadisələrinə ilk siyasi qiymət ümumilli lider Heydər Əliyev tərəfindən verilib. O, 1990-cı ilin yanvarında Sovet rəhbərliyinin bu qanlı cinayətini dünya ictimaiyyəti qarşısında cəsarətlə ifşa edib. Sonrakı illərdə Milli Məclisin qərarları və Ulu Öndərin fərmanları ilə faciənin hüquqi siyasi qiymətləndirilməsi təmin olunub. Tədbirdə çıxış edənlər vurğulayıblar ki, 20 yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilməyib, əksinə xalqı daha da birləşdirib. Qanlı yanvar Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yadda qalıb. Sonda qeyd edilib ki, 20 yanvar şəhidlərinin xatirəsini yaşatmaq və bu tarixi gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.